Hörmətli müəllimlər və əziz məktəb yoldaşlarım, Gələcəyin İşığı FM radiosunun növbəti efir vaxtında hər birinizi səmimiyyətlə salamlayır və dərslərinizə uğurlar arzulayıram. Mən 10P sinif şagirdi Əhmadova Nuray. Bugün sizlərlə olduqca humanist və xeyirxah bir mövzu haqqında 8 may Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara günü barəsində danışacağam. Bu gün dünyada insanların bir-birinə göstərdiyi şəfqətin və təmənnasız yardımın ən uca simvolu hesab olunur. 8 may tarixi bütün dünyada yardımlaşmanın, sevginin və insan həyatına verilən yüksək dəyərin əsas rəmzidir. Bu günün seçilməsi xeyirxahlıq hərəkatının öncüsü olan André Dunanın doğum günü ilə bağlıdır. İnsanlıq tarixi boyunca baş verən müharibələrdə, böyük təbii fəlakətlərdə və çətin anlarda köməyə ehtiyacı olanların yanında ilk olaraq məhz bu təşkilatın üzvləri dayanıblar. Onlar üçün insanların dini, dili və ya milləti heç bir önəm kəsb etmir. Ən vacib hədəf bir canı xilas etmək, bir yaraya mərhəm olmaqdır. Azərbaycan Qırmızı Aypara Cəmiyyəti də bu böyük və xeyirxah ailənin ayrılmaz fəal bir üzvüdür. Ölkəmizin ən çətin sınaq günlərində, həm müharibə şəraitində, həm də ehtiyac duyulan hər məqamda bu cəmiyyətin könüllüləri ön cəbhədə xalqımıza fədakarlıqla xidmət ediblər. Məktəb mühiti bizim də həm də bir şəxsiyyət kimi formalaşdığımız, paylaşmaq və kömək etməyi öyrəndiyimiz ilk böyük evimizdir. Biz burada təkcə fənləri öyrənmirik, həm də çətinliklə olan bir yoldaşımızın əlindən tutmağını, nə qədər ali bir hiss olduğunu dərk edirik. Qırmızı Aypara hərəkatının əsas fəlsəfəsi də elə budur. Heç bir qarşılıq gözləmədən insanlara kömək etmək. Könüllülük fəaliyyəti biz gənclər üçün ən gözəl həyat məktəbidir. Biz insanın üzündə yaranan kiçik bir sevgi qıvılcımı bizim etdiyimiz xeyirxahlığın ən mənəvi mükafatıdır. Biz şagirdlər olaraq bu ruhda böyüməli, cəmiyyətdə xeyirxahlıq toxumları səpməli və bir-birimizə hər zaman dayaq durmalıyıq. Bilməliyik ki, sevgi və yardım paylaşdıqca artır, çətinliklə isə birlikdə daha da asanlaşılır. Əziz dostlar, bəzən elə düşünürük ki, kömək etmək üçün mütləq böyük maddi imkanlara sahib olmaq lazımdır. Lakin əsl həqiqət tamamilə başqadır. Hətta bir şirin söz, bir mehriban baxış və yıxılan bir dostumuza əl uzatmaq belə böyük xeyirxahlığın bir parçasıdır. Qırmızı Aypara əməkdaşlığın fərqdarlığının ən gözəl nümunəsi hər gün bizə göstərirlər. Onlar ən təhlükəli yerlərə qorxmadan gedir, insanları qorumaq üçün canlarını belə riskə atırlar. Bu cəsarətli insanları bizə sübut edir ki, dünyanı gözəlləşdirən şey hərbi güclər deyil, məhz mərhəmətli ürəklər və yardımlaşma hissləridir. Biz də öz balaca qəlblərimizdə bu böyük mərhəməti yaşatmalı, heyvanlara, təbiətə və köməyə ehtiyacı olan hər kəsə qarşı həssas olmalıyıq. Yaxşılıq etmək hər bir fərdin mənəvi borcudur. Tariximizin müxtəlif dövrlərində, xüsusən də torpaqlarımızın azadlığı uğrunda apardığımız mübarizədə Qırmızı Aypara könüllülərinin fəaliyyəti danılmazdır. Onlar yaralı əsgərlərimizə yardım etmiş, ev eşiyində didərgin düşən insanlara sığınacaq və qida təminatında kömək göstərmişlər. Bugün biz qalib bir xalqın övladlarıyıq. Sülh şəraitində yaşayırıq, lakin xeyirxahlıq və yardımsevərlik ruhunu heç vaxt yaddan çıxartmamalıyıq. Qırmızı Aypara hərəkatının emblemi olan o qırmızı aypara simvolu hər zaman ümidin və xilaskarın rəmzi kimi ucalır. Bu günün mahiyyətini anlamaq, əslində insan olmağın dəyərini anlamaq deməkdir. Gəlin biz də bu mənəvi dəyərlərə sahib çıxaq və hər biri addımımızla ədalətin, sülhün və yardımlaşmanın tərəfində olaq. Dəyərli dinləyicilər, 8 may Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara gününə əsr olmuş buraxılışımızın burada sona çatır. Ümid edirəm ki, bugünkü söhbətimiz qəlbinizdə şəfqət hissini daha da artırdı. Sizi yaxşılıq etməyə daha çox həvəsləndirdi. Unutmayaq ki, bir insanı xoşbəxt etmək, dünya gözəlləşdirmək qədər dəyərlidir. Sizinlə mən idim, 10P sinif şagirdi Əhmadova Nuray. Gələcəyin İşığı FM radiosu adından hər birinizə xeyirxahlıqla dolu uzun ömür və huzurlu günlər arzulayıram. Səsimiz hər zaman mərhəmətin və insanlığın müdafiəsi sarsılmaz şəkildə uzalacaqdır. Növbəti efirlərdə görüşmək ümidi ilə. Qəlbinizdəki yaxşılıq işığı heç vaxt sönməsin. Hər gününüz sevgi və mərhəmətlə bəzənsin. Sağlıqla və xeyirxahlıqla qalın.